Hamınıza salam dostlar. Bu gün yolumuz İsmayıllı rayonundadır. 2 gün öncə getmişdik. Yağışlardan sonra güman edirəm ki, hamı yaxşıdır. Biz də çoxlu yağışa düşdük. Orada yol getdi. Çox bərbad idi vəziyyət yollarda. Zəhra özü üçün mahnı qoyur, söyləyir, oxuyur. Maraqlı gün keçdi. Şamaxı restoranına çatdıq. Saftrıq elədik. Səhər yeməyi, yumurta, pomidor, qaymaq, pendir, hər şey var idi. Göz haqqınızı halal edin. Zəhra burada yeməyi yedi. Sonra düşdük yola. Yolumuz Castle Resort Spa otelə idi. Biz həmişə orada qalırıq. Çox gözəl bir gün keçirdik. Bu dəfə otelin özündə yox, kotejdə qaldıq. Zəhra burada koteci mini tur eləyir sizə. Burada o dostu ilə otaqda qalırdı. Yan otaqda da bir ailə qalırdı dostumuz. İkinci mərtəbədə, bura zaldır. İkinci mərtəbədə mənlə yoldaşım qaldıq. Qəşəng idi, hər komfortu var idi. Qiyməti də münasibdir. Bayram günlərinə baxmayaraq hər yer baha idi, amma biz normal qiymətə qaldıq. Sonra hava çox yağışlı idi. Uşaqlar biraz çıxdı, oyun oynadı özləri üçün. Təmiz hava idi, düzdür, amma yağışlı idi. Uşaqlar əyləndi. Sonra getdik. Saat 5-də ailələr üçün giriş idi hovuzda. Yenə orada özləri üçün əyləndilər. Türk hamamına getdi, spaya düşdü, aşağı, masaj, hər şey var idi. Hər şey qiymətə daxil idi. Səhər yeməyi də qiymətə daxildir. Burada Zəhra saunaya girib. Burada buxar otağındadır. Axşam rezerv elədi, restorana getdi. Güclü yağış yağırdı. Restoranda yemək zakaz verdi. Canlı musiqi var idi. Çox gözəl musiqilər oxuyurdular. Zəhra əylənirdi, oynayırdı. Hamımız sonra oynadı. Axırda qəşəng təamlardan yedik. Yeməklər zadı falan çox dadlı idi. Burada təzə mahnıda oynayırdı, Özbək mahnısında. Səhərsi günə durduq, biraz yürüyüş elədik. Gəldik səhər yeməyinə. Yeməkdəki yüksək səviyyədə hər şey var idi. Sonra şəkillər çəkdirdik. Gölün ətrafında çiçəklənmişdi ağaclar, maraqlı idi. Düşdük yola yağışa görə. Gəldik Bakının girişində. Leysan bizi qarşıladı. Ümid edirəm ki, hər kəs yaxşıdır. Takib edin. Çox sağ olun.